Hə, köhnələr. İstəyirəm bir dənə söhbət açım. Qanacaqdan, qabiliyyətdən, panyatkadan. Xahiş edirəm sizə, sona kimi məni dinləyin. 2019-cu il idi, axırı idi səhv eləmirəmsə, bu pandemiya başladı. Yadınızdadır da, yəni əməlli başlı biz hamımız şoka düşdük də. Yəni elə bir şeylə üzbəüz gəldik, çıxdıq ki, hansın ki o vaxta kimi biz görməmişdik. Nəinki biz, heç bütün dünyadan söhbət gedir. Hələ o vaxtlar yəni evdən bayıra çıxdı söhbəti yadımızdadır, məhdud idi. Millət darıxırdı, mən də olan içində. Dedim, ha neynim, necə eləyim ki, biraz bu darıxmaq məsələsini aradan qaldırım. Götürdüm Facebook'da bir grup yarattım. Adını koydum Vkusnimir, Dadlı Dünya. Sizə də deyim ki, grup başladı sürətlə inkişaf eləməyə. Çox sayılı adamlar yığıldı ora. Hal-hazırda bu dəqiqə 30.500-dən çox orada aktiv, yəni izləyicilər, adamlar var. İkinci belə grup Facebook'da yoxdur. Yəni o qədər. Millət ola bilər, çox olsun. Amma aktivlik barəsində aktivlik, yəni yek gruplardan biridir. Neysə, 2-3 il orada bütün reklam, yəni məsələləri tam şəkildə azad idi, yəni ödənişsiz idi. Nə qədər adam yəni oradan müştəri tutdular, şəhərin restoratorları, nəsə pişirən, düşürən, düzəldən, nəsə satan, yəni söhbət qida məhsullarından gedir. 3 il tamamilə pulsuz oradan yararlandılar. Amma yəni mən də oranı inkişaf eləyirdim, müəyyən bir nəsə müsabiqələr elan edirdim. Onun üçün də mənə nəsə vəsait lazım idi də. Yəni vəsaiti də ki mən öz cibimdən verirdim. Buna görə düz 3 ildən sonra mən orada belə bir qayda qanun yaratdım ki, kim yəni nəsə bir kommersiya baxımından elan etmək istəyirsə, buyursun mənə şəxsiyə yazsın, onun şərtlərini biz müzakirə eləyək. Yəni indi mən də insanam da, indi siz mənim yerimdə olsaydınız istifadə eləməzdiniz belə bir fürsətdən. Neysə, bəziləri başladılar buna görə mənlə bıçaq düşmən olmağa, bəziləri qrupdan çıxıb getdi. Halbuki onların arasında elə bir adamlar var idi ki, o qrupun hesabına özləri üçün əməlli başlı iş yox, həyat qurdular. Məsələn, bir başı bağlı xanım var idi, tam şəkildə nə istəyirsən reklam eləyirdi orada filan, beş mekan. Halbuki də bir dəfə də qanacağı qabiliyyəti çatmadı ki, o məhsulundan nəsə bir mənəm də oranın yaradıcısı. Başa düşürsünüz, oranın idarə eləyən də mənəm, vaxtımı da ora sərf eləyən mənəm. Bir dəfə də olsun qanacağı qabiliyyəti çatmadı ki, neysə bir dənə mənə üçün ora göndərsin. Yəni ki, mənə, şəxsən mənə bir hörmət mənasında. Neysə, sonra başladı mənə yekbəyək getməyə, qrupu tərk etdi, çıxıb getdi. Belələri 1-4, 2-4 çoxdular, nə qədər istəyirsiniz. Bəziləri var idi orada yazırdılar mənə şəxsi ki, mən nəyə görə ödəniş eləməliyəm. Əgər mən qrupa çox sayılı adam dəvət etmişəm. Mənim belə deyənlərə bir dənə sualım var. Siz qrupa adam dəvət eləmişsiniz mənim üçün. Mən elə günün bu günə kimi həmən o qrupdan demək olar ki, heç nə qazanmıram. Qazanan da sizsiniz də. Yəni o adamları da özünüz üçün dəvət eləmişsiniz. Mən üçün yox. Başa düşürsünüz? Sözüm onda yox, yəni çox adam gəldi, çox adam getdi, qrup ondan da güclü oldu. Mən də, yəni bunu hamı bilir. O qədər adama yaxşılıq eləmişəm həmən o qrupun vasitəsilə ki, bilənlər bilirlər. Yəni görürsünüz mənim bir roliklarımda bir də görürsünüz kimisi tərifləyirəm, girirəm dükandan, ağsaqqal kişi, nə bilim çərəz dükanı filan, beş məkəmə olan heç birindən heç nə almamışam. İnandırım sizi çoxlarının da onların bir dəfə də qanacaqları qabiliyyətlərə çatlayıb ki, həmən o dükana gələndə neysə bir dənə yıxsın, versin sənə ki, götür apar. Daha hələ yox ki, qonaq olarsan. Yox, mən özüm heç vaxtda heç kimi demərəm ki, mənə neysə ver. Kimsə nəsə vermək istəyirsə, ürəyindən gəlirsə ver. Gəlmirsə heç lazım deyil. Şükür Allaha, yəni həmən o məhsulu almağa mənim inkişafım var. İndi keçim bir dənə əsas məsələlərdən birinə də. Bax, həmən qrupda 1-2 nəfər adam var ki, hansı ki, həmişə hörmət saxlayıblar. Yəni, bilirsiniz, belə böyük bir şey deyil. Yəni, 5 manatlıq da olsa, 10 manatlıq da olsa, deyir, diqqətdir də, deyir, söhbət deyir, 1 kilo sasikadan gedmir, söhbət deyir, vnimaniyədən gedir. O bir dənə bizim məşhur kinomuzda deyiləni kimi də. Ən maraqlısı da bir söz nədir? Yəni, o adamlar kim ki, belə diqqətlidirlər, çoxları bizim millətdən deyirlər. Yəni, ya da yarı bizim millətdəndirlər. Bax, biri
Maksim Muradov. Bax, indi mən sizə onun məhsulunu göstərəcəm. Bu videonu da çəkdim xüsusən ona çox sağ ol demək üçün. Sonra bir dənə taco var orada. Gürcü millətidir, Zaqatalada qalır. Bax, o həmçinin həmişə yəni hörmət saxlayıblar. Mən də onların həmişə qulluğunda, necə deyərlər, canla, başla durmuşam. Axır ki, bu söhbəti nəyə görə dedim? Dedim, biraz bir aydınlıq götürüm də. Yəni, biləsiniz ki, o ki, çoxlu reklamlar mən eləyirəm, restoranlar, filanlar, beşməkanlar, olan 80% mənim içimdən gəlir. Yəni, mən bunu eləyirəm dostdaşınaya dəstək olmaq üçün. Yəni, burada maddi maraq mən güdmürəm. Yəni, elə fikirləşməyin ki, mən əlimə telefon almışam, düşmüşəm bu da obyekt hamısından pul yığıram. İndi isə o həmən video baxaq, o maksimum da məhsullarını sizə təqdim eləmək istəyirəm. Qəlbdən qəlbə, bu qədər. Bax, bu cürünə bir dənə planım var. Axşam vaxtı bir dənə var, belə ləzzətli bir dənə var, belə Slaviyan sayağı. Bax, belə bir masa. Necə düşsün üçün. Fürsətdən istifadə edərkən Maksim, sənə çox böyük, dərin təşəkkür bildirmək istəyirəm. Kişi adamsan, çox diqqətli adamsan. Qrupda mənəm deyənlər çox adam var. Amma ki, sən o nadir adamlardansan ki, kim ki hərdən bax bu cürünə ləzzətli bir sürpriz eləyir admin üçün. Çox sağ ol Maksim, sağ ol, var ol. Bax belə.